Hər vaxtınız xeyir olsun, əziz bizim sədaçılar. Bugünə və bu saata olan buraxılışımızla studiyada mən Ülviyə Elxan qızıdır. Xoş gördük sizləri. Hər fəslin öz gözəlliyi, cazibəsi, insana bəxş etdiyi əhval-ruhiyyəsi var. Mən öz yerimə danışacağım. Yazı sevirəm. Nənəm demiş, insanın sümükləri qızınmağa başladığı fəsildir yaz. Bu mövsümü təsəvvürümüzdə torpağın oyanması, ağacların çiçəklənməsi, narın yaz yağışı ilə asosiasiya edirik. Sanki təbiət, ümumiyyətlə bütün canlılar baharı bayram edir, sevinclə qarşılayır. Bunların hamısı mənim hiss etdiklərim, müşahidə etdiklərimdir. Əməkdaşımız Elmira isə payızı sevdiyini söylüyor. Deyir, romantik, melanxolik insanların fəsli sayılan payızın da öz bayramları var. Misal üçün, elə götürək Elmira'nın söz açacağı Oktyabr festivalından. Gəlin bir yerdə baxaq. Payız fəsli bir çox insanların sevimli fəslidir. Kimisi üçün daxili rahatlıq, kimisi üçün sevgi romantika, kimisi üçün sadəcə istirahət mövsümüdür. Payız ruha sakitlik, duyğularımızı isə inanılmaz zövq verir. Təbiətin insanlara bəxş etdiyi müxtəlif rəngləri bu fəsildə görmək olar. Ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq insana özünü yenidən doğulmuş kimi hiss etdirir. Müxtəlif xalqların həyatında təbiət hadisələrinin özünə məxsus rol olub ki, bunun nəticəsində bir sıra ayin və mərasimlər yaranıb. Oktyabr festivalı da payız mövsümünə həsr olunan belə mərasimlərdən biridir. Oktoberfest adlandırılan bu tədbir hazırda bir çox ölkələrdə qeyd olunur. Ölkəmizdə də Oktoberfest, yəni Oktyabr festivalı qeyd olunur və bu bayram Almanların milli bayramı olduğuna görə ölkəmizdə qonaq olan Almanlar bu bayramı xüsusi təmtəraqla qeyd edirlər. Bu biz Almanların bayramıdır. Bu festivaldan çox böyük zövq alırıq. Biz Oktyabr festivalını neçə yüz il əvvəldən bugünə kimi hər il sevgi ilə qeyd edirik. Çox gözəldir, təşkilatçılıq yüksək səviyyədədir. Hər şey xoşumuza gəldi, içkilər, yeməklər çox dadlıdır. Hər şey bizi razı salır. Bir sözlə Bakı xoşumuza gəlir. Belə festivalın ölkələr arasında yayılması çox yaxşıdır. Çox az adam bu festival haqqında bilir. Sizin kanal vasitəsilə insanlar da maariflənmiş olarlar. Çox gözəldir, çox yaxşıdır ki, ölkənizdə belə beynəlxalq festivallar keçirilir. Çox xoşuma gəldi. Çox qəşəng, maraqlıdır və bunu elə bir ki, tez-tez qeyd eləmək lazımdır, keçirtmək lazımdır. Bir də ki, indi bizim hal-hazırda yeniliklər var. Bu, daxili turizmin inkişafı üçün, xarici ölkələrdən qonaqları cəlb etmək üçün belə bir beynəlxalq hansısa bir tədbirlər keçirtməyin önəmi var. Oktoberfest dünyada ən böyük xalq gəzinti festivalıdır. Mərasim hər il dünyadan 6 milyon ziyarətçini Almaniyanın Münhen şəhərinə toplayır. Bayram hər il sentyabrın axırı oktyabr ayında qeyd olunur və 16 gün davam edir. Festivalı Almanların müxtəlif içkiləri, milli geyimləri və mətbəxləri daha rəngarəng edir. Hətta Oktoberfest üçün xüsusi içkilər də hazırlanır. Ölkəmizdə də turistlərin bu festivalı olan marağı nəzərə alınaraq belə bir tədbir keçirilməsinə qərar verilib. Müxtəlif xalqların milli bayramlarını keçirmək artıq ölkəmizdə adət halına alıb. 19-cu əsrdən qeyd olunan Oktoberfest artıq Azərbaycanda da qeyd olunur. Hər il 6 milyona yaxın insanın Münhen şəhərində toplanması buna açıq sübutdur. Və biz elə hesab elədik ki, bu bayramı Azərbaycanda da qeyd edək və şəhərimizin qonaqlarını və Azərbaycanlıları da bu bayramla tanış eləyək. Bəli, Oktyabr festivalını qeyd etsək də, etməsək də olar. Əsas odur ki, hər mövsümü təbəssümlə qarşılayaq ki, o da bizim üzümüzə gülə bilsin. Payız təbiətlə insan arasında xoş duyğular yaradır. Ümid edirik ki, bu fəslin gözəlliyini duya biləcəksiniz. Elmira Manaflı, Turan Mustafayev, Lidzar TV. Qışı sevirsiniz? Nəyinə görə sevirsiniz bu mövsümü? Axı bu fəsildə havalar soyur, insanlar evlərinə qapanır. Qar da yağdı mı, vəssalam. Evdən iş yerinə gedən yol dönür az qala Bermud üçbucağına. Yenə uşaqları başa düşmək olar. Onlar üçün qış əsl əyləncə fəslidir. Qar topsu ilə xizəkləri, qar adamları, şaxta baba, qar qızdı şənlikləri ilə. Öz aramızdır. Elə mən özüm də qışı sevirəm. Bilirsiniz niyə? Yeməklərinə görə. Yəqin ki, eşitmişsiniz, bəzi xörəklərə qış yeməkləri deyirlər. Piti, borş, xəngəl də elə bu sıradandır. Ancaq fəslindən asılı olmayaraq insan qidasına hər zaman fikir verməlidir. Əməkdaşımız Babək də bu mövzunu araşdırıb və maraqlı faktlar üzə çıxarıb. Buyur Babək, söz səndədir.
Hər kəs yaxşı bilir ki, sağlam olmaq üçün sağlam qidalanmaq lazımdır. Amma nədənsə sağlam qidalanmaq dedikdə əksəriyyətinin ağlına vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər gəlir. Halbuki bununla yanaşı həm də yediklərimizin gündəlik norma və ölçüsünü də bilməliyik. Bədənimizin hər zaman gümrah və sağlam qalması üçün vitamin və minerallara ehtiyacı var. Buna görə də gün ərzində az miqdarda da olsa, müəyyən qidalardan yemək lazımdır. Hətta bu bizim sevdiyimiz qidaların siyahısında olmasa belə. Yəqin siz də razı olarsınız ki, yeməklərin bişirilməsində zeytun yağından çox az adam istifadə edir. Halbuki hər gün 25 qram zeytun yağı qəbul etmək ürəyi qoruyur və xərçəngin qarşısını alır. Tərkibi ana südünə bərabər olan zeytun yağı bədən tərəfindən 100% sorulur və artıq pillərə səbəb olmur. Zeytun yağı insan orqanizmə faydası digər yağlara görə daha faydalıdır. Bir deyim vardır, hani insan üçün öncə ana südü, sonra da zeytun yağı o qədər ki faydalıdır. Amma zeytun yağı dediyimiz zaman genelde insanlara heç kalorili olmayan bir besin maddəsi gəlir ağlarına yağ olaraq, amma əslində bir şey deyil. Digər yağlardan heç bir fərqi yoxdur kalori olaraq baxdığımız zaman. Amma sırf baxdığımız zaman yenə eyni şəkildə qəbizliyi önləyir, ürək damar xəstəliklərini, damar tıxanıqlıqlarını önləyici etkisi var. Təzyiqi düşürür, kolesterol qaldırmır, yenə eyni şəkildə LDL xolesterolunu da düşürür. Hər gün 25-30 qram fındıq yemək gündəlik Y vitamini ehtiyacını 100% ödəyir. Həmçinin bu qan azlığının qarşısını alır və sümüklərin sağlam inkişafına səbəb olur. Gündəlik 5 ədəd qoz yemək isə zehni gücləndirir. Gün ərzində bir ovuc badam yeməkdə ürək və damar xəstəlikləri riskini 19%-ə qədər azaldır. Xüsusən də yeməkdən sonra badam yemək qanda şəkərin miqdarını tənzimləyir. Eyni zamanda antioksidantdır və yaşlanmanın qarşısını alır. Təbii ki, gündəlik normanı keçməsəniz. Çünki məsələn, əgər biz badam yediyimiz zaman, biz əgər qoz ləpəsi, fındıq ləpəsi yediyimiz zaman, onlarda yağlılıq daha çox olduğu üçün gələcəkdə damarların tutulmasına gətirib çıxara bilər. Bu da ürək əməliyyatlarına gətirib çıxara bilir. Hətta ürəyin şurtlama, atəşi əməliyyatlarına gətirib çıxara bilir. Ona görə istənilən bir halda əgər yaşı adamın 45-dən yuxarıdırsa, 45-dən yuxarıdırsa, xolesterin və triqliserid mübadiləsi analiz olaraq yoxlanması lazım. Ondan sonra qidalanması məsləhət görülür. Necə istifadəsi məsləhət görülür. Meyvələrə gəldikdə isə gündə 3 alma yeməklə bir çox xəstəliklərdən uzaq ola bilərsiniz. Belə ki, alma xolesterolu salır, qanı təmizləyir və dəri xəstəliklərinə yaxşı təsir edir. Həmçinin silik qovzu özəlliyi sayəsində böyrəkləri qoruyur, qaraciyər, mədə və beynə müsbət təsir göstərir. Gündə 5-6 ədəd yeyilən qaysı isə dərini qidalandırır, nəmləndirir və yumşaldır. Eyni zamanda qəbizliyin qarşısını alır, fiziki və zehni yorğunluğu aradan qaldırır. Enerji və həyat mənbəyi sayılan suyun da gündəlik norması var. Belə ki, hər gün 2 litr su içməklə siz bədənin maddələr mübadiləsini sürətləndirə, artıq çəkidən xilas ola bilərsiniz. Su həmçinin dərini yumşaldır və bədəndəki bir çox orqanı təmizləyir. Stres və yorğunluğun aradan qalxmasında da onun böyük rolu var. Normal kiloda olan insan günlük 2 litre yarım su içməlidir. Əlbəttə bu kilo artdıqca bu litre oranı da artır. Məsəl üçün əslində biz 30 kilo insana 1 litre su götürürük. Normal olaraq o şəkildə eləyirik və su deyil də normal yaşıl çay içdiyimiz zaman gündə ən az 2-3 ədəd, yəni 3-ün də üstündə çıxdığı zaman bu da maddələr mübadiləsini pozur. Ona görə hər şeyin çoxsuz ziyan olduğu kimi azdır. Yəni tam ortasını tutturmaq lazımdır. Qara çayda günlük kafein oranı çox olduğu üçün biraz açıq şəkildə içərsə gündə 4-5 stəkan problem deyil, yəni içilə bilər. Önəmli qidalardan biri də yumurtadır. Onun sarısındakı A vitamini göz, diş və sümük inkişafı üçün çox xeyirlidir. İçərisində 13 ədəd vitamin və mineral gizlənən yumurtada çox az qidada tapılan D vitamini də var. Xüsusən də uşaqların sümük inkişafı üçün çox önəmli olan bu qidanı həftədə 3-4 dəfə qəbul etmək lazımdır. Təbii ki, içindəki omega-3 sayəsində ürək damar xəstəliklərinə qarşı qoruyucu bir qalxan olan balığı da unutmaq olmaz. Zehnin inkişafını təmin edən balıq yeməkləri eyni zamanda nevroloji və psixoloji narahatlıqları da əngəlləyir. Buna görə də həftədə heç olmasa bir dəfə qəbul edilməsi məsləhət görülür. Babək Zeynal, Elvin Muradov, Lider TV. Deyirlər gözlər qəlbin aynasıdır. Məncə bu həqiqətən də belədir. İnsanın gözlərinə diqqətlə baxınca onun sevincini də duymaq olur, kədərini də. Sevgisini də görmək olur, nifrətini də. Bizlər nə qədər istəsək də gözlərimizin, daha doğrusu, baxışlarımızın ifadəsinə təsir edə bilmirik. Gözlər şairlərin şeirlərində, bəstəkarların musiqilərində vəsf edilir. Ala gözlər, qara, qəhvəyi, yaşıl və mavi gözlü gözəllər neçə gəncin yuxusuz gecələrinin memarına çevrilib, bir bilsəniz. Yenə romantik damarım tutdu deyəsən.
Amma sıradakı sujetimizin romantika ilə, şeiriyyatla heç bir əlaqəsi yoxdur. Sizlərə çox maraqlı bir faktdan danışacağam. Sizcə gözlər niyə qışda, boranda, hətta 60 dərəcə şaxtada belə donmur? Heç bu barədə fikirləşmisiniz? Yox. Elə isə məni izləməkdə davam edin. Heç hərdən düşünmüsünüz ki, gözlərimiz niyə donmur və ya üşümür? Hə, çox maraqlıdır. Bu elə mənim özüm üçün də maraqlıdır. Odur ki, diqqətiniz bizdə olsun, çünki məhz bu dəfə bu mövzunu araşdıracağıq. Sizcə niyə insanın gözü donmur və yaxud da üşümür? Yəqin xüsusi maye qoruyur onu. Çünki bağlı olur ona görə. Sizcə göz niyə üşümür və yaxud da donmur? Mənimki donur. Sizcə niyə insanın gözü donmur və yaxud da üşümür? Apardığımız sorğudan belə məlum oldu ki, əslində çoxları bu haqda məlumatsızdılar. Elə isə mən deyim, siz də bilin. Göz insanların və heyvanların görmə sisteminə daxil olan dalğa uzunluğunun işıq diapazonundakı elektromaqnet şüalanmasını qəbul edə bilən və görmə funksiyasını təmin edən duyğu orqanıdır. Gözlər üşümür. Ona görə ki, onlarda soyuğa qarşı həssas sinir ucları yoxdur. Maraqlıdır, bəs şaxtada göz niyə donmur? Həqiqətən də göz almasının şüşəvari cismi 99% sudan ibarətdir. Buynuz qışağının üzəri isə daim nəmdir. Bunu düşünəndə gərək şaxtada göz buz dənəsinə çevrilsin. Göz donmadan çox yaxşı müdafiə olunur. Buynuz qışağı özlüyündə 6 qatdan ibarətdir ki, bu da göz almasını tamamilə qoruma qabiliyyətinə malikdir. Çünki quruması nəticəsində bir çox xəstəliklərə gətirib çıxarda bilər, amma normalda nəmləndiriləndə və vaxtında həkimə müraciət edilirsə, hər hansı bir şikayətlərimiz olanda biz normal müalicələr və yaxud profilaktik tədbirlər yerinə yetirəriksə, onda bizdə bu əlamətlər olur. Hətta gözün donmaması üçün bir neçə faktor da var. Gözü nəmləndirən maye təmiz su deyil. Onun tərkibində duz var. Duzlu suyun donma dərəcəsi isə adi suyun donma dərəcəsindən çox aşağıdır. Göz yaşında duzun yüksək konsentrasiyası -32 dərəcə Selsidə belə donmamasına kömək edir. Göz alması normalda anatomik quruluşuna görə elə formalaşmışdır ki, göz almasında xüsusi göz qapaqları və gözün qoruyucu aparatı vardır ki, hansılar ki gözü sutka ərzində hər birimizin gözü nəmlənir normalda və antibakterial tərkibi ilə bütün ətraf mühitdəki olan mikroblardan qorunur. Bunu da qeyd etmək lazımdır ki, göz qapaqlarımız aşağı və yuxarı göz qapaqları sutka ərzində 60-62 dəfə qırpmalar nəticəsində göz almasının üzərini nəmləndirir və nəmləndirməklə bütün düşən mikrobları antibakterial təsirlə təmizləyir. Bizim orqanizmimizdə güclü termoregulyasiya sistemi var, hansı ki bədənimizlə ətraf mühit arasında optimal temperatur fərqi olanda işləməyə başlayır. Gözdə çoxlu kapillarlar olduğundan və ətraf mühitdə temperatur düşəndə kapillarlarda da qan axını sürətlənir və nəticədə gözə əlavə istilik gəlir. Bu da gözü donmağa qoymur. Ülvi Elxan qızı, Zaur Bayramov, Ziyaullah Yarov, Lider TV. Dənizi, dalğaları sevirəm. Bəlkə də yalan olmasın, saatlarla sahildə dayanıb ləpələrin əsrarəngiz rəqsinə tamaşa edə bilərəm. Ağappaq köpüklər yoxa çıxdıqdan sonra sahildə qalan balıq qulaqlarını qulağınızda tutub heç dinləmisinizmi? Sanki okeanın uğultusunu eşidirsən. Dəniz həm də həyatdır, ünvandır, bərəkətdir. Onun dərinliklərində çox xəzinələr gizlənib. Dərin dəryalar, əfsanəvi superlərinin məskəni Poseidonun səltənətidir. İncilər, mərcanlar kimi zinətləri yosundan tutmuş suyuna, duzuna qədər faydalıdır. Bu haqda isə daha ətraflı bizə əməkdaşımız Xəyalə danışacaq. Odur ki, diqqətiniz bizdə olsun. Yay aylarında gündə dəfələrlə baş vurduğumuz dəniz suyunun dərimiz üçün nə qədər faydalı olduğunu bilirsinizmi? Necə? Gəlin bu haqda bir yerdə öyrənək. Bədənimizdə olan 84 maddənin eynisi dəniz suyunda da var. Araşdırmalar təsdiq edib ki, bu su növü insan qanına ən yaxın tərkibə malik mayedir. Dərinin yenilənməsinə, qaşıntıların səngiməsinə, iltihabi problemlərin, səpkilərin, qara nöqtələrin azalmasına kömək eləyir. Ta qədim zamanlardan bir çox dəri xəstəliklərinin müalicəsində də məhz dəniz suyundan istifadə edilib. Eşitmişəm də nəsə olur, orada da olur, ancaq dəqiq bilmirəm nə ilə bağlı, nə xeyir ola bilər onun. Bir tərəfdən ziyanı var, bir tərəfdən yəni xeyri var da. Amma belə çox xeyrini də bilmirəm.
Bədəndən toksik və zərərli maddələrin atılmasında köməkçi rolunu oynayan dəniz suyu stress və gərginliyə də faydalıdır. Depressiya, aqressiv hallar kimi psixi gərginliklərin müalicəsində də müraciət edilən vasitələrdən biri dəniz suyudur. Dəniz suyunun eyni zamanda günəşlə bir yerdə D vitamininin sintez olunmasında böyük əhəmiyyəti vardır və bundan başqa isə müxtəlif dəri xəstəliklərinin, deməli dərinin psoriaz xəstəliyinin, atopik dermatit, müxtəlif deməli digər qaşınma ilə müşahidə olan xəstələrin yaxşılaşmasında faydası vardır. Maddələrin müalicəsinin sürətlənməsində, şəkər duz müalicəsinin bərpa olunmasında, saçın dibində deməli dəmirov xəstəliklərinin, eyni zamanda seborreya xəstəliyinin yaxşı olmasında müsbət təsiri vardır. Dəniz suyu qədər dəniz duzu da kosmetologiyada istifadə edilir. Qadınların ən böyük problemi olan selülit və dərinin elastikliyinin bərpasına təsir edən dəniz duzu bədəndəki çatları da müalicə edir. Günümüzdə peeling vasitəsi kimi də tanınan bu duz növünün tərkibində 80 fərqli növdə minerallar var. Dənizsiz qum, qumsuz dəniz təsəvvür etmək mümkünsüzdür. Elə faydaları baxımından da belədir. Dəniz kənarında qum üzərində yerimək günün yorğunluğunu götürdüyü kimi, eyni zamanda qan dövranını da yaxşılaşdırır. Dəniz duzu ilə yanaşı qumundan da üz və bədən peelingi kimi istifadə edilir. Qeyd edək ki, dünyada ən zəngin tərkibə malik və ən narın qum şərq ölkələrindədir. Müxtəlif orqanizmin revmatizmal xəstəliyində, oynaq xəstəliklərində, orqanizmin müxtəlif deməli əzələ xəstəliyinin yayıcılarda, şialıcılarda dəniz qumunun müsbət təsiri vardır. Bunun əsas səbəbi dəniz qumunun tərkibində olan minerallar, eyni zamanda dənizin istinin temperaturu yaxşı saxlamasıdır. Yəni bilirsiniz ki, dəniz qumu çox tez isinir, amma çox tez də soyuya bilir və isinmiş dəniz qumu orqanizmə sanki fizioterapevtik təsir göstərir. Belə ki, oynaq artroz xəstəliklərində, poliartroz xəstəliklərində çox müsbət təsiri vardır. Həm mükəmməl tərkibə, həm də çox gözəl fauna və floraya sahib olan dənizin faydalarını saymaqla bitməz. Su hövzələrində yaşıl bitki örtüyü olaraq diqqət çəkən yosunlar da dəri üçün faydalıdır. Fərqli maskalar və yağlar halında istifadə edilən bu bitki növləri insanı gözəlləşdirdiyi qədər də cavanlaşdırır və artıq çəkidən xilas olmağa kömək edir. Dəniz yosunları bildiyimiz kimi dünyada, ələxüsusda Yaponiyada çox məşhur müalicə metodikası kimi istifadə olunmaqdadır. Onun mənşəyi kökü olmadığından onda müxtəlif mikro və makro elementlər vardır ki, bu da dərinin xüsusi bərpasının qayğısına qalır. Günümüzdə təbii vasitələrin daha çox istifadə edildiyini və əks təsiri olmadığını nəzərə alsaq, dənizdən gələn gözəlliyə də etibar eləmək olar. Fiziki və mənəvi rahatlığınızın pozulmaması diləyi ilə. Xəyalə Vagif qızı, Ülvi Rəhimov, Turan Mustafayev, Lider TV. Bax belə, indi yəqin ki, gündəlik qidalarımıza nələrin daxil olduğunu siz də bildiniz. Oktyabr festivalından Elmira, dəniz suyunun duzunun faydalarından Xəyalə, gözlərin hansı səbəbdən donmamasını isə məndən eşitdiniz. Sabahki mövzuların nələrdən ibarət olduğu sizlər üçün də maraqlıdırsa, onda bizi hər gün izləməkdə davam edin. Bizdən bugünlük bu qədər. Sağ olun, salamat qalın. Xoş gördük sizləri. Hansı səbəbdən donmaması... Gördün? Deyirəm də, çevrilib bir bilsəniz. Dəl oldum. Hər fəslin öz gözəlliyi, asosiasiyası edirik. Bu mövsümü dənizi, dalğaları, incilər, mərcanlar. Ayda, nə danışıram doğrudan? Fikrim yoxdur buradadır.